Zəman bir məsələni öyrənmək istəyərdik. Bir neçə il bundan əvvəl Türk dövlətləri təşkilat çərçivəsində bir araya gələndə hər birimiz qürurlanırdıq bir türk olaraq ki, Türk dövlətləri təşkilatı qurulub və güclənir. İndi artıq yeni bir format, TDT plus formatını danışılır. Dünyada belə bir təsisatlar var. O təsisatların yaranmasının da bu təşkilatların yaradılmasının bir məqsəd, amalı var. TDT plus formatının mahiyyəti nədir? Onun yenidən qurulması, daha doğrusu genişlənməsi, coğrafiyasının genişlənməsi Türk dövlətlərdə nələri, hansı imkanları qazandıracaq? Türk Dövlətləri Təşkilatının beynəlxalq müstəvidə artan çəkisini, genişlənən diplomatik fəaliyyətini və eyni zamanda digər siyasi aktorlar tərəfindən, beynəlxalq hüququn subyektləri tərəfindən və yaxud da ki, digər təşkilatlar tərəfindən Türk Dövlətləri Təşkilatına olan marağa bu cavab bir formulasıdır. Bundan əvvəl digər təşkilatlarda bu sınaqdan keçib, məsələn, OPEC plus var və yaxud da ki, Şanxay Əməkdaşlıq Təşkilatı plus var. Burada o dövlətlər və yaxud o təşkilatlar yer alırlar ki, deyək ki, onlar üz dövlətlərin gətirdiyi şərtləri yerinə yetirmirlər. Yəni, bu mənfi mənada yox. Sadəcə olaraq bu təşkilatın qayəsində duran, o prinsipləri bölüşən, dəyərləri bölüşən dövlətlərin fərqləndirən, xarakterizən xüsusiyyətlər başqadır. Eyni zamanda bu təşkilatla əməkdaşlıq etmək istəyən və yaxud da ki, bu təşkilatı öz sıralarına cəlb etmək istəyən qurumlar var. Misal, mən dedim ki, BMT Baş Məclisində biz Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu istəyirik. Eyni zamanda istəyirik ki, misal üçün, Ərəb Liqasında da belə bir status verilsin. Və yaxud da ki, əksinə, Ərəb Liqası da burada həmin müşahidəçi statusundan müraciət eləsin. İndiyə qədər İqtisadi Əməkdaşlıq Təşkilatının, onun üzvü dövlətin üzvü olduğu bu təşkilata belə bir status verilib. Yəni, bu Türk Dövlətləri Təşkilatı plus formatı artan siyasi çəkinin institutlaşması və münasibətlərin institutlaşması istiqamətində atılan addımdır. Və qeyd edeyim ki, ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının 11 sammitdən fərqli olaraq regional sülh və sabitlik mövzusu altında keçirilməsi özü də artıq təkcə institutlaşma deyil, eyni zamanda yeni bir əməkdaşlıq sahəsinin reallığa uyğun olaraq gündəmə gətirilməsidir. Bu nəyə görə mümkün oldu? Qonaq ölkə kimi təbii ki, gündəliyin formalaşmasını Azərbaycan təklif edib və bu da Azərbaycan prezidentinin sülh gündəliyinə əsaslanır. Bu sülh gündəliyi bundan əvvəl tarixi Vaşinqton razılaşmalarından təsdiq olundu. BMT Baş Məclisi səviyyəsində təqdir olundu. Eyni zamanda Avropa Siyasi Birliyində də gördük ki, dövlət başçısına ünvanlanan təbriklər, Azərbaycanın sülh gündəliyinə verilən dəyər onu göstərir ki, bu sülh gündəliyi bundan sonra artıq regional bir format çərçivəsində, Türk Dövlətləri Təşkilatı çərçivəsində nəinki bir deməli bu müzakirə mövzusudur, eyni zamanda bundan sonraki fəaliyyət üçün fundament, baza roluna çıxış edə bilər. Çünki biz, misal üçün, qardaş Türkiyə ilə artıq Şuşa bəyannaməsi əsasında müdafiə sənayesi, təhlükəsizlik sahəsində əməkdaşlığın hüquqi bazasını yaratmışıq. Praktik fəaliyyət həyata keçirilir. Deməli, təkcə bir il ərzində əgər 25 hərbi təlim olursa, bu o deməkdir ki, təxminən bir ayda 2 hərbi təlim olubdur Türkiyə ilə. Nəhəng bir rəqəmdir. NATO üzvü olan dövlətlə və Azərbaycanın bu əməkdaşlığı digər Türk dövlətləri üçün də gözəl bir mesajdır. Çünki bizi ortaq dəyərlər, din, mədəniyyət birləşdirir. Bu isə deməli, həm siyasi dialoq üçün gözəl fundament təşkil edir. Eyni zamanda bundan sonraki əməkdaşlığın da dərinləşdirilməsi üçün baza rolunda çıxış edir. Zəməm, icazənizlə bir daha cənab prezident çıxışına diqqət yetirək və Cənubi Qafqazda sülhün bərqərar olunmasında Vaşinqton görüşləri. 2 ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton zirvəsi çərçivəsində eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq 1 sentyabr tarixində ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılmışdır. Beləliklə, attığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq. Zəfər çaldıq və eyni zamanda
ədalətli sülhə nail olduq. Bəli, Rasim müəllim, cənab prezidentdən olan iqtibasda bu dediyimiz fikirləri bir daha təsdiq elədi. O mənada ki, hazırki Azərbaycanın sülh gündəliyi özündə iki mühüm sütunu üzərində daha doğrusu dayanır. Bu, yaranmış yeni siyasi reallıqlar bizim şanlı zəfərimizdən sonra və bu siyasi reallıqların üstünlüklərinə fokuslanan əməkdaşlıq imkanları. Bu təkcə regionla, yəni Ermənistan-Azərbaycan arasında əməkdaşlıqla məhdudlaşmır, bu daha böyük coğrafiyanı əhatə edir və bu coğrafiyada Türk Dövlətləri Təşkilatı. Türk Dövlətləri Təşkilatı Çinlə Avropa bazarı arasındakı o şərq-qərb dəhlizinin vacib segmentidir. Geniş anlamda, yəni Türk Dövlətləri Təşkilatlarının yerləşdiyi areal. Azərbaycan isə Türkistan coğrafi mənada Mərkəzi Asiya dövlətlərindən Türkiyə arasında əlaqələndirmə, keçid, körpü rolunu oynayır. Və cənab prezidentin də post-münaqişə dövrü strategiyası həmin yaranmış yeni siyasi reallıqları özündə əks etdirməklə yeni əməkdaşlıq imkanları təklif edir. Bu nəqliyyat logistika sahəsinə aiddir, bu tranzit sahədə olan əməkdaşlığa aiddir, enerji sahəsində olan əməkdaşlıqdır, iqtisadi sahədə əməkdaşlığın intensivləşdirilməsidir. Bunun üçün həm hüquqi baza hazırlanır, adını çəkdiyimiz Türk dövlətlərinin deməli strateji tərəfdaşlığı, əbədi, qardaşlıq və dostluq haqqında o çərçivə sazişi hazırlanır. Eyni zamanda institutlaşma sahəsində olan təkmilləşmə bu sahədə bundan sonra qarşıda qoyulan hədəflər Türk dünyası 2040 hədəfi və yaxud da ki, Qəbələ bəyannaməsində əksini tapmış o çox saylı bəndlər ki var. İndiyə qədər biz 35 sahədə əməkdaşlıq eləyirdiksə, Türk dövlətləri olaraq, bunun dərinləşməsi və yeni əməkdaşlıq sahələrini əhatə etməsi artıq yaxın illərin reallığı olacaq və bu həm də Türk Dövlətləri Təşkilatı Plus formatında olan digər dövlətlər üçün əməkdaşlıq imkanlarını mümkün edəcəkdir. Çox sağ olun.